Salam dostlar. Radiatoru çəkiblər, baxın, görün nə vəziyyətdədir. Yəni isinmirdi, yan qoşulma olduğu üçün isinmirdi. Baba bizi dəvət elədi evinə ki, qardaş, bunun üst hissəsi sinir, qalan hissələri qalır sərin. Biz də bunun qoşulmasını dəyişdik. Sistemə baxdıq, çirkliydi, yudub təmizlədik. İndi isə babanın özü buradadır. Özün bax hamısına, altına, üst. Buralar bakışın isinmir. Düzdür, gəbra. Bu altlarına, əlini vur, altlarına da bax. Nətərdir? İstiliyi. Nə qədər vaxt olar qoşmuşuq? 15-20 dəqiqə olar, ancaq olar. 2026 avqustun neçəsi günün 6-sı. Kondisionerdə qoşmuşuq ki, yəni ev sərin olsun. Bax, indi qoşmuşuq, and olsun Allaha əl vurmaq olmur. 60-a qoymuşam. Bəli, 10 dəqiqə get, hamısına bax, axır toçkaları. Əli oranı da çək, o bir otağı. Buranı da çək, bax, bura bax, hamısı axır toçkalara bax. Əla, əlbəttə ki, əla. Gəl burada bax. Və isinmirdi buralar. Alt tərəflərinə bax. Demək olar ki, heç istilik yox idi. Yox idi. Neçəyə qoyurdun belə sinmirdi? 70. 70'e qoydun yenə sinmirdi. Sinəsi də böyük. 80'ə də qoysan sinəsi böyük. Ancaq belə 60'da, hələ bu çoxdur. Qışın o bərk soyuqlarında 60'a qoyuruq. Görsən nə gözəl. Xeyirli olsun, can sağlığınlar. Qardaşlar, kimə lazım olsa səhifədə nömrəmiz var. Əlaqə saxlasın, gələk təmin edək.